İbadətin ruhu Allahı yad etməkdir. İbadətin ruhu budur ki, insan ibadət etdikdə, namaz qıldıqda, dua etdikdə və hər əməli yerinə yetirdikdə ürəyi Allahı yad etməklə diri qalsın. Quran-ı Kərimdə buyurulur: "Və əqimus salate li zikri." Mənə ibadət et və namazı məni anmaq üçün qıl. Taha 14. Və başqa yerdə buyurulur: "İnne salate tenha anil fəhşa vel munkar və lezikrullahi ekber." Namaz insanı böyük günahlardan, xoşa gəlməz hallardan çəkindirir. Bu ayədə namazın xasiyyəti qeyd olunur. Əlbəttə həqiqi namaz odur ki, şərtlərinə əməl edib və qaydalarına riayət olunsun. Əgər ayədə buyurulduğu kimi insan həqiqi və düzgün namaz qılsa, o namaz insanı pis və çirkin işlərdən saxlayar. Mümkün deyil ki, insan düzgün namaz qılsın, amma qeybət etməkdə istəsin. Mümkün deyil ki, insan düzgün namaz qılsın, amma şarab dalınca getsin, çirkin işlərin və pisliklərin ardınca olsun. Bu namazın